Bu nə dövlətə yaraşır, nə də deputatlığa. Milli Məclisin bugün keçirilən iclasında Rasim Nurullayev sərt bir mövqedə çıxış edib və mühüm bir məsələyə diqqət çəkib. 10 fevral tarixində Gündəm Xəbərin efirində bir məlumatı diqqətinizə çatdırarıq. Belə ki, Milli Məclisin iclasında çıxış edən deputat Rasim Nurullayev mühüm bir məsələyə diqqət çəkib. Müsavat.com-un məlumatına görə o seçicilərini narahat edən məsələdən bəhs edib. Qaz təchizatı haqqında qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu artıq texniki məsələ deyil, bu insanların qışda donması məsələsidir. Bir çox yerdə qaz borusu evin düz yanından keçir, amma evin sənədi tam olmadığı üçün qaz verilmir. Qaz göz qabağındadır, evin içi isə buz kimi. Bu nə məntiqdir? Borcu varsa qaz, boru varsa, qaz varsa, niyə evdə istilik yoxdur? Biz vətəndaşa deyirik, sənədin yoxdur, gözlə. Yaxşı, o adam bu vaxtda da necə yaşasın? Qışda deyək ki, biraz gözlə, uşağa deyək ki, üşümə, yaşlı adama deyək ki, soyuqda döz. Bu, real həyatdan qopmuş yanaşmadır. Alternativ də qalmayıb. Yolğun kəsən, ağac kəsən cinayət məsuliyyətinə düşür. Bəli, həyətindən yarım metr kənarda bitən, pay torpağında bitən ağacı da kəsəndə üzərinə elə şığıyırlar ki, elə bil adam öldürüb. Sonra da deyirlər ki, torpağın var, sənə sosial yardım düşmür. Bu qədər də olmaz axı. Odun tədarükünə icazə yoxdur. Kömür əl yandıracaq qədər bahadır. Dövlət də münasib qiymətə alternativ yanacaq təşkil eləmir. Yəni, vətəndaş hər tərəfdən divara dirənib. Rasim Nurullayev ardınca belə bir fikir səsləndirib. Mən açıq deyirəm, insanı bu vəziyyətə salmaq islahat deyil. Qadağa qoyuruqsa, çıxış yolda qoymalıyıq. Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Yoxsa bu islahat yox, laqeydlikdir. 30-40 il ərzində dövlətin iştirakı və bəzi məmurların şirinliyi rüşvət müqabilində qanunsuzluqlara göz yumması nəticəsində yaranmış problemlərin yükünü bugün vətəndaşın üzərinə qoyub, ondan 1-2 ayın içində həll etməsini tələb etmək nə realdır, nə də ədalətlidir. Bu, illərlə yığılıb qalmış sistemli problemləri qısa müddətdə sadə insanın boynuna yükləmək deməkdir və mümkün olmayanı tələb etməkdir. Ona görə təklifim aydındır. Birincisi, icra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılmalıdır. İnsan evində yaşayırsa, sənədinə görə onu soyuqda saxlamaq ədalətsizlikdir. İkinci, qaz olmayan yerlərdə dövlət odun kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin. Deputat qeyd edib ki, insanları iki seçim arasında qoymaq olmaz. Ya don, ya da qanunu poz. Bu nə dövlətə yaraşır, nə də sosiallığa deyə iclasda deputat Rasim Nurullayev fikirlərini səsləndirib.